Onu sevsəydi, 20 manata satmazdı mənə bu carbatı. Yaxşı, 20 manat atdılar, başladılar məni söyməyə. Mən onu nətər keçim? Bəli, ayrılmışıq, vermişik sizə. Götürün. O mahiriniz, o da siz. Nənələr dürəm, nənələr. Dostlar, hər bir maddən dəstək olsa, 50 manat atılıbdır kartda, hal-hazırda 50 manat var. Hədiyyə də ata bilərsiniz, Allah rızası üçün, Allah xatiri üçün. Yaxşı, Mayürəm, sən necəsən? Sağ ol, yaxşı olasan. Bax, bir şey deyim sənə, biz dünən də Mahirin canlısına da qoşulmuşduq. Yəni, onsuz zaten hər gün atır canlını, ondan 5 manat, bundan 3 manat, milyon söyüş getdi da ona. Yəni ki, ana qalmadı, bacı qalmadı, ölüsü dirisi qalmadı. Başa düşdün, yəni nə demək istədiyim. Sadəcə bir şey var ki, ortada, necə deyim, sən də məsələn orada yazmısan profilində Mahirin adını da. Hamı elə fikirləşir ki, sən yığdığı ona verirsən də. Yox, 50 manat hal-hazırda kartımda pul var, onu da Elman atıbdır, o da kartımdadır. Hədiyyələr də çevirəcəm onun üstünə, məsəl üçün. Yox, mən o deyilib bir şey yoxdur. Prosto sadəcə 7 günü gözləyirəm mən burada. 7 günü gözləyirəm ki, bu ad silinsin, görəcəksiniz. Osta burada TikTok'da bir xanım var, götürübdü, o qavyan işləyir. Deyir, qavyan da var, ərazi, gecə simen də var, günüz simen də var. Mən o işə girincəkdim. Mən sadəcə o evim, ondan sonra Gülay xanım var. Aynen 900 manat atacaq mənə. Prosto sadəcə o evin pulunu verib, yarısını girmək lazım. Mən bu sığınacaqdan çıxmaq istəyirəm. Qoy görsünlər ki, o da orada deyir ki, Arzu deyir, pul yığır mənə. Biz ayrı evə çıxırıq, Arzunun da pulu ola bilməz. Yəni çatdırıblar ki, sən pul yığırsan, ona verəcəksən. Yəni sənin bir qadın olaraq, yəni o şeydə biz dəstəkləyərək ki, ondan ayrı durasan, öz həyatını qurub yaşayasan. Sən öz, məsəl üçün, özünə lazım olan pulu yığıb ona verəcəksənsə, sən də yəni eyni onun kimi söyüş qazanacaqsan da. Yəni xanıma da bizə söyüş söymək yaraşmaz. O heç, onu oğlandı, yəni belə pis çıxmasın. Milyon dənə söyüşdürən, yəni oxumuşuq orada ki, kişi qalmadı, qadın qalmadı, hamı söyürdü. İçi mən qarışıq, şəxsən mən də söyümüşəm. Amma səni, yəni onun sırasına qoymağımız da düzgün deyil. Bilirsən niyə? O kişidir, sən qadın, o kişi də atıb yaşayacaq özü üçün. Başa düşdün? Yəni sən orada Mahir yazmısan, hamı da bilir ki, sən yəni yığdığın pulu ona verəcəksən. Yox, mən 7 günü gözləyirəm zaten. 7 günü. O zaten mən yalvarır ki, cənədə. Mən deyirəm ki, yox, sən də mən çalma. Allah yolumuzu açıq eləsin. Allah xoşbaxt eləsin. Sənin də mən də çıxıb orada sənin bacın canında mənə ağzına gələn deməyin yeri yox idi. Mən də bu qədər səni bataqlıqdan çıxartdım. Sən bir dənə 20 manata görə, sən məni 20 manata görə blokladın. Sadəcə olaraq bunun 7 gününü görün. Nəhlət olsun. 7 gün tamam olsun. Bu adı dəyişəcəm zaten. Olsa nömrəmi də dəyişəcəm, hər şeydə çəkib göstərəcəm. Arzu, sənin yaşından, bilsən, yəni biz Azərbaycan millətiyik də, bizdə bu uyğun deyil, nə də heç kimdə qəbul olması bir şey deyil də. O sənin yaşına görə nə qədər balacadır. Yəni özün də görürsən ki, canlıda orada nə qədər yazırlar ki, yəni oğlu yaşındadır, oğludur, budur, odur. Yəni o şeyləri sən götürürsənsə, yəni nə bilim, bu qədər cəmaət boşu-boşuna o şeyi deməz. Yəni rahat olma. Arzu niyə belə eləyirsən ay ürəyim? Nağaram ay Mahir. Bax burada hamı deyir ki, Mahirə görə pul yığır. Qulaq as, qoy bir dənə sözümü deyim, sən bayaqdan danışdın, qoy mən də sözümü deyim də bir dənə. Mən əgərlərim səni ora canlıya kimisə qoşmuşamsa, səni söydürmüşəmsə orada, mən onu hansısa 1 manata görə səni orada söydürmüşəmsə, baba bu cəmaatın içində deyirəm, lişnin mənim evimdən xəbərim yoxdur, qulaq as. Söymürəm ki, başqası, narahat olma, aramıyım, elə hərəkət olar. Yəni Arzu, sən hər şeyə, Arzu, hər şeyə qısqanırsan, hər şeyə qısqanırsan sən. Sənə bir dənə söz deyim. Sən sifdə ora gələndə, sənlə oturub danışanda, nə dedim mən sənə? Dedim mən qısqancı insanım. Zəhmət olmasın. Dedim qısqancı insanım.
Dedin ki mənim üçün də qəbuldur. Sən mənə nağardın. Getdin tutu ilə zərbə vurdun. Getdin o birisi ilə zərbə vurdun. Getdin bu birisi ilə zərbə vurdun. 10 dənə cəmaatın söyüşünü götdüm, təsirini götdüm, hər şeyini götdüm. Sən yenə də birini qoyarva çıxıb, sən məni atdın, blokladın. İndi barışmağın heç... Eşdirsən. Qulaq as. Ramin, bir dənə səsi bağla, Ramin. Sən Allah bir dənə səsi bağla. Nətər bağlaya bilmirəm. Danış da sən mən neysən? Sən Allah bir dənə... Səs küy aləm. Allaha qurban olma. Ramin. Arzu. Allaha and olsun deyirəm. Mən sağa indən bax o temadan sonra xəyanət eləmişəm. Sən leşli bab cəmaatın içində deyirəm. Mən bundanam. Qulaq as. Mən sağa xəyanət eləməmişəm. O vaxtı nə olubdu, olubdu. Hamının nə keçmiş olur. Yekə qızsan, məzələnmə. Gəl Allah, bax bu platformanın içində sağ söz verirəm. Bax platformana, bax bu qədər adamın içində 75 nəfər bu tərəfdədir. 600 neçə nəfər də sənin canındadır. Mən burada deyirəm ki, kişi kimi ki, Allah haqqı gülmə, Ramiz, ciddi söhbət eləyirəm. Varın yoxuna nə elət, Qurana and olsun. Yəni Allah... Sənə bax bir dənə deyirəm. Yəni kişiliyimə ləyaqətimə... Bax sənə deyirəm, arzuya... Yox. Kişiliyimə... Deyəm də Ramin. Kişiliyimə and olsun deyirəm, anamın görə haqqı deyirəm. Hər şey sıfırdan başlayır. Yəni başqa söz danışma. Mən Mahir dedin, eşitdin. Söhbət düzəldir. Sənlə, bax Raminlə necə dostam, platforma dostuyam, sənlə real dostuyam da, sənin evində də olmuşam. Mən ailə olmur, mən xəstəyəm. Bildim nə? Bildim nə deyirsən. Hamı xəstədir. Bu saat görünən adam yoxdur. Hamı xəstədir. Eşidirsən məni? Səni niyə döyürəm? Adam döyürəm. Mən səni niyə döyürəm? Mən səni niyə döyürəm ki? Sən niyə döyürsən ki? Gedirsən otursan orada, xalan oğluna, istəyirsən başlayırsan gözünə pis dəyib etdin, qədəyəndə döyürsən. Bu bir, 4 ildir, 4 aydır burada yanında qalmışsan, içki də içməmsən, onu da deyirəm, tamam, başqa. Amma Mahir, olmaz, olmaz, yetər, canımdan tükənmişəm, vallah tükənmişəm. Elə eləməyin ki, bax gedim özümə qəsd edim. Bax onu mənə elətdirməyim. Bunun ekranı düzməyəm, salataq. Az yekə qızsan, bağla bu məsələni, çıxsın geçsin ayına. Bəsdir da, oldu keçdi də. Bunu nə danışırsan da? Bu danışığı, bunu danışanda, bunu deyəndə, bunu nə olur? Nə olur? Nə olur? Kartları bir sağa atın, paylaşım elim kartları. Kimlərdən bunu? Nə kartları? Nə? Hə? Nə Qızlardan kartları? necə da çıxıb danışdıqlarını, necə söydürdüklərini, necə bir şeylərini. Mən onu polisə təqdim eləsəm, şərəf və laqətimə çatmısan, sən mənim.